Salam değerli izleyicilerimiz, her zamanki kimi hoş gördük sizleri. Bizim bu layihəmizdə Canlı Tarix adlı verilişimizin mahiyyəti nədir? Tariximiz illər keçdikcə silinə bilər, yaddaşlardan gedə bilər, amma biz unutmamaq üçün və həyatda olan canlı tarixlərimizi lentə almağa çalışırıq ki, onları əbədi yadımızda saxlayaq və onlar həqiqətən də bizim canlı tarixlərimizdir. Belə canlı tarixlərimizdən biri olan bizim dəyərlimiz, hamımızın tanıdığı, amma bir daha onu dəfələrlə tanıtmaqdan məmnun oluram. Çünki həqiqətən də bu xanım Azərbaycan xalqının bir tarixidir və canlı tarixidir. Demək, bizim dəyərlimiz Abdullayeva Sənubər Məhəmməd qızı və Sənubər Saralı kimi tanınır. Azərbaycan tarixində çox mühüm işlər görən bir xanımdır. Həqiqətən də sözün əsl mənasında canlı tariximizdir. Sənubər xanım bir çox dillər bilir, bir çox kitablar yazıb fərqli dillərdə və Azərbaycanın gizlədilən, örtbasdır olunan əsas tarixlərini üzə çıxardan çox bizim üçün qürur duyduğumuz, vacib olan canlı tariximizdir. Xoş gördük sizi Sənubər xanım, necəsiz? Sağ olun, mən də salamlayıram həm sizi, həm də sizin tamaşaçıları uğurlar arzulayıram və sizin verilişlərə də mən böyük məmnuniyyətlə qoşula biləcəm ki, mənim içimdə, sinə dəftərimdə olan, hələ dəftərə, kitaba yazmadığım faktları mənim xalqıma çatdırım. Və əsas da o faktlardır ki, xalq həqiqəti bilmir. O həqiqəti bilmək üçün də biz hər birimizin borcudur həqiqətləri xalqa çatdıraq ki, gələcək nəsillər, gənclər bizim başımıza gələn hadisələr onların başına gəlməsin və onlar hazır olsunlar həm tarixi, həm fiziki, həm ideoloji səviyyədə düşmənlərə cavab versinlər. Ancaq biz düşmənçilik istəmirik. Biz sülh, əmin-amanlıq istəyirik. Ona görə də bu yolun yolçusuyuq. Mən sizdən xahiş eləyərdim. Bəzi fikirlər var ki, mən onu istəyirəm deyəm. Ya rus dilində, ya erməni dilində. Ona görə ki, bu verilişi mən niyə görə istəyirəm o dildə deyəm ki, bizə qarşı Azərbaycan tarixinə, Azərbaycanın həqiqətlərini gizlədən və öz yalanlarını dünyaya yayan ermənilər var. Antitapor və Noyun Tapan. Yəni ki, Antitapor aydındır. Noyun Tapan'da Nuhun gəmisi adlı bir verilişləri var. Onlar orada inanırsınız ki, düşmənçiliyin ən son nöqtəsinə bizə qarşıdırlar. Ancaq biz hazırlaşırıq ki, sülh müqaviləsi bağlayaq. Hansı sülhdən söhbət gedir? Hansı? Sözün əsl mənasında bizim nəinki canlı tariximiz, həm də qəhrəman xanımımızsınız. Amma indi tamaşaçılarımızın çoxsu sizi tanısa da yeni nəsil ola bilsin, düşünər. Sənubər xanım hardan bu dilləri bilir, hardan erməni dilini bilir, kitab yazır. Ona görə də mən bilsələr də yenə də bunu təkrar sizə ünvanlamaq istəyərəm ki, siz bunu bir daha xatırladasınız. Sənubər xanım, siz harda anadan olmuşsunuz və harda yaşamışsınız və təhsili, ilk təhsilinizi, digər təhsillərinizi hansı dillərdə harda almışsınız? Buyurun. Mənim atam hərbiçi olub və Berlinə qədər gedib 1-ci Fin müharibəsində iştirak edib, sonra da 41-45-ci illərdə iştirakçı olaraq bir neçə dəfə girov düşüb və qəhrəmancasına gedib çatıb Berlinə. Berlindən artıq Ermənistana qaydanda atam bir qəhrəman kimi ona şəhərdə iş verdilər. Saral kəndindən. Atam gəldi Kiravakan şəhərinə. O dövrdə nə Azərbaycan məktəbi var idi, nə Rus məktəbi. Rus məktəbi hərbi hissədə idi və biz evlə üzbəüz erməni məktəbini bitirdik və bir şey də qeyd edeyim ki, erməni dilinin qırabarı da keçirdik. Görün, talihə bax. Demək, mən bir belə illər boyu yaşamalıydım ki, bu paylara cavab yazdım. Deyim ki, o qırabar bizim
Alban dilidir. Alban dilidir və bugünkü bizim tarixdə artıq var. Tarixçilər, araştırıcılar ki subut eləyirkən Albanlar da türkdür, yerli millət olubdur. Yəni ki tanrılıqdan qabaq hansı dil olubdur? Mən bir balaca çox az keçim tarixə ona görə ki erməni məktəbini bitirəndə aydındır ki bizlə oxuyan qızlar da var idi. Onlar Türkiyədə, İrandan, Siriyadan, Livandan köçmüşdülər. Onlara axbar deyirdilər. Və onların söhbətlərindən bilinirdi ki, soyqırım olmuyor Türkiyədə ermənilərə qarşı, haylara qarşı. Əksinə bizə qarşı soyqırımlar törədiblər və burada da Azərbaycan dilində belə bir məsələ var. Deyir, adımı qoyaram sənə, səni də qoyaram yana-yana. Yəni ki, özlərinə soyqırım törədib. Necə Germaniyada Yahudiləri öldürdü, Germaniyadan kompensasiya aldı. Bunlar da özləri öz haylarını Türkiyədə, Siriyada harda öldürüblər. Türk əskərin hərbi paltarından, Rus əskərinin hərbi paltarından hansı erməni varlı olub, onlara hücum eləyiblər, onların qızıllarını, varını dövlət oğurub, qaçıblar xaricə, olublar diaspora. Bunu mənlə sınıfda oxuyan qızın atası özləri deyirdilər. Və mən, siz düz deyirsiniz, bir canlı tarixçi kimi mən öz vətəndaşlıq borcumu yerinə yetirmişəm vaxtında. İndi də mənim bu yaşımda istəyirəm ki, mənim xalqım ağ günə çıxsın. Xalqımı nə qədər məhv eləmək olar. Ancaq biz türküz. Biz türküz. Türkün də səsi dünyanın hər yerindən gəlməlidir. Pierre Loti, fransız yazarı deyir ki, türk təbiətin hədiyyəsidir. Türkün tarixini biz oxusaq, demək 250 il bundan dala getsək, Şakovi deyir, Amerikalı tapa bilmərik. 900 il tarixdə geri getsək, Rus tapa bilmərik. 1200 il dala getsək tarixdə, İngiliz tapa bilmərik. 1700 il dala getsək, fransız tapa bilmərik və 2000 il tarixdə geri getsək, Alman tapa bilmərik. Ancaq türkün izi həmişə hər yerdə var və inanıram ki, olacaq. Ona görə də mən bir türk xanımı kimi, Ermənistandan türk kimi qovulmuşam. Onlar faktiki olaraq deyirlər ki, bizi oradan niyə çıxartdılar? Yəni ki, Sumqayıt hadisələrində ermənilərin 88-ci ilin fevralın 28-29-unda. İndi mən bunun ifşasını da eləyəcəm, açıqlamanı da verəcəm və həmən gün mənim ad günüm idi. Qarkom partiyada mən onda müəllim məşqçi işləyirdim, qılınc oynatmada. 150-dən artıq mənim tələbələrim olubdu. Və onda radionu qoşdular və dedilər ki, Sumqayıtda erməniləri öldürüblər. Mən də nə deyəcəkdim? Orada bizim... Sənəbər xanım, siz sözünüzü unutmayın, bir balaca haşiyə çıxın, tamaşaçılarımıza bildirin ki, bizim Sənəbər xanım neçə dil bilməklə, kitab yazmaqla, tarixçi olmaqla yanaşı, həm də idman üzrə çempionu olub, Ermənistan çempionu olub, demək, qılınc oynatma üzrə və SSR çempionu olub. Buyurun, davam edin Sənəbər xanım. Həm də bir yerdə də həm oxuyurdum musiqalini, yəni ki, operaları, ariyalar və mənim dövlət imtahanımda Bakıya yazdım. Bakıda
bir dənə erməni qız mənə Nərgiz operanın originalını göndərdi ki, mən imtahan vaxtında 7 dildə oxudum. Və həmən o qız sonra gedir, evini dəyişir, gedir Ermənistana. Ermənistanda o başlayır müdafiə eləyə türkləri, Azərbaycanlıları və növbədə çörək növbəsindəmi, hansısa mağazında növbədə duranda qız deyir, türklər sizdən yaxşıdır və həmən o qızı təpiklərlə öldürürlər. Ermənilər özləri ki, niyə deyir türklər sizdən yaxşıdır. Hə. O da orada deyir ki, mən Qara Qarayevin musiqisini sevirəm və türklər sizdən yaxşıdır. Belə deyəndə onu sonra mənə dedilər. Mən maraqlandım ki, o qız necə oldu? Getdi, dəyişdi evini, mənə çatdırdılar konservatoriyada, Bakının konservatoriyasında. Mən onda Azərbaycan mədəniyyətinin uğurlanması ermənilər tərəfindən və birinci kitabımı artıq yazmışdım. Birinci kitab budur. Uğurlanmış tarix soydarım. Ukraden Historia Genocid. The name of my book, Story and History, Massacre. Yəni ki, bu kitabın bilmirəm, qiyməti yoxdur. Tarix, həqiqətlər və faktlarla doludur. Uğurlanmış tarix. Kim tariximizi uğurluyub? Kimi soyqırıma məruz qoyub? Sizin kitablarınızı tamaşaçılar necə əldə edə bilərlər? Satışı harda var? Online formatda varmı? Necə oxumaq olar? Bircə ikinci kitabım almaq olar. Azərbaycanda da var, Leningradda da var, Moskvada da var. Kim istəyir, bacarır sizin vasitəçiliklə məndən əlaqə saxlasınlar, kitabdan alsınlar. Ancaq birinci kitabı çox az çap olundu və Atatürk Mərkəzində 2008-ci ildə təqdimatı keçirdim. Ona görə ki, çox faktlar var idi. Onu mən sinəmdə saxlaya bilməzdim. Mən onu kağıza yox, kitaba çevirməliydim. Bilirsiniz, Sevinç xanım, mənim üçün çox çətin idi. Həm qaçqın olasan, köçkün, sürgün, didərgin, heç nəyin olmaya və o faktları yığıb saxlayasan ki, lazım gələcəkdə bunu bir kitaba çevirəm. Mən deyirəm də, hər şeyi bir tərəfə qoydum. Mənim üçün vətən, xalq, tarix öndə getdi və o istiqamətdə də davam edirəm. Düzdür, mənə arxadan vuranlar oldu, mənə ad qoyanlar oldu. Mən yolumdan dönmədim, qılıncımı da qınına qoymamışam indiyə qədər. İnanıram ki, hələ o qılıncım, o yalançı, qaraçı, poşa tayfanın necə deyirlər, yalanlarını ifşa eləyəcəm. O ifşa elədiyim faktlardan biri də Sevinç xanım, çox vacib bir faktdır. Bu, Qərbi Azərbaycandan qovulanların talihində çox vacib rol oynayır. Demək, Ermənistanın KGB-nin başçısı Yüzbaşyan, familiyaya baxın, Yüzbaşyan demişdi ki, bir dənə Azərbaycanlı Azərbaycan sərhədini sağ keçməməlidir ki, gedə Azərbaycanda xalqı oyada və Azərbaycandan 400 minə yaxın ermənini çıxartsınlar. Yəni ki, bunların məqsədi idi ki, bizi birinci oradan qorsunlar, sonra Qarabağı işğal eləsinlər və ermənilər hala da Azərbaycanda qalsın. İndi bizim qayıtmaq məsələmiz gündəmə gəlsə də iş görülmür. Ancaq ermənilərin Qarabağa qayıtmaq məsələsini gündəmə qoyurlar. Biz ona görə də həm xalq parlamenti olaraq, həm bizim hüquqşünaslar bu məsələni qaldırmalıdır siyasi müstəviyə və Haqa məhkəməsinə müraciət eləməliyik. Və əsas da mən indi keçim bizim mövzuya. Mən Azərbaycanda nəşriyyatda bir məqalə yazdım. Getdim Bakraboçiyə. Bakraboçidə bizim Faiq Sultanzəki, əməkdar jurnalist,
Mənə yaxınlaşdı, bilirdilər ki, mən çox dillər bilirəm. Dedi ki, Sənibər xanım, bu dondurmanın üstündə nə hərflərdir? Ərəbdir, gürcüdür, ermənidir və o kağızı mənə verdi. O kağızı mənə verəndə mən o kağızı gətirdim evdə, lupa ilə qoydum, baxdım ki, bəli, bu dondurma kağızın üstündə erməni dilində miatsumdur yazılır. Miatsum, yəni ki, birləşmə. Və çox şeyləri diqqətlə baxa bilmədim. Ancaq bir məqalə yazdım. Necə olar ki, Azərbaycan dondurmanın üstündə erməni dilində miatsum olar. Sonra mən o dondurmanın, qoy qalsın, dondurmanın üstündə çox şeylər baxdım, gördüm və sonra Vəfa jurnalında çap elədim. Ekstremistlərin qütb hərəkəti Azərbaycanda 1981-ci ildə Bakıda soyuducular kombinatının buraxdığı qütb dondurmanı alıb yeyən Azərbaycanlıların ağlına belə gəlməzdi ki, bu birbaşa Arçaq, Daşnak Tütün, Qınçaq, Asala, Krunk və Miatsum təşkilatlara birbaşa işarədir. Ermənilər bir-birini məhz bu kombinatın məhsulları ilə məlumatlandırırdı. Dondurmanın bükmək üçün lazım olan kağız Qazaxstanın Semipalatinsk şəhərindən gətirilmişdi. Şəkilin müəllifi isə Bakı Soyuducular Kombinatında o zaman dizayner, rəssam işləyən Boris Nikolayeviç Karpenko olubdu. O 1951-ci ildə Bakıda anadan olub. 69-cu ildə 84 saylı Texniki Peşə Məktəbinin bitirmişdir. 1977-ci ildən 2 yanvar 1990-cı illərə qədər kombinatda dizayner, rəssam işləmişdir. Kombinatın Karpenko'nun atası Ukraynalı, anası və arvadı erməni idilər. 3 uşağı vardır. Yanvar hadisələrinin baş verməyəcəyini əvvəlcədən bilməkdən yanvarın ikisində Bakıdan qaçıbdır. Təsəvvür eləyirsiniz, bu adam 81-ci ildən bu ermənilər, daşnaqlar tərəfindən yəni ki, sifariş alıb ki, həmən marojnu dondurma kağızın üstündə bu şəkilləri çəksin. Və orada, bax, miatsum sözü var. Bu tərəfdə Araz çayı, Kür çayı yazılıdır. 2-ci ay Dağlıq Qarabağ Muxtar vilayəti və 8 aydın görünür, düzdürmü? 8 rəqəm, Bax, o 8 rəqəm də ermənilərin məhz Qarabağa aid olan 8 rayonun işğalı ediləcəyinə işarə imiş. Onu da qeyd edim ki, qütb dondurmanın kağızındakı simvollar ilə 1988-ci ildə bu artıq mənə aydın idi. Ancaq bunu mən deyə bilmirdim, mənə inanmırdılar və məcbur mən məqalə yazdım. O məqalədə göstərirəm və demək, ilk baxışdan adi görünən bu kağız parçasında çox məkirli erməni hiləsi gizlənib. Və bunu da birinci dəfə mən araşdırdım və ifşa etdim ki, bunlar yalandan deyirlər ki, Sumqayıtda 88-ci də, bəs 7 il qabaq bu planda artıq bu ssenari bu dondurma kağızın üstündə vardı. Demək, birinci şəkil Qərbi Azərbaycandır.
İkinci şəkil Naxçıvandır. Altında ikinci ay Latın qrafikası ilə fevral ayı vaxtı işarə olunur və erməni dilində Dağlıq Qarabağ Muxtar Vilayəti şəkil 3. Harika. Şekil Sağda üç. bir az uzaqda, sağda biraz uzaqda palıd rəngli pingvinə oxşayan şəkil 4. Qarabağın xəritəsidir. Pingvinin ayaqları Rus əskərin çəkmələri ilə İran sərhədə qədər ərazilərimizi tapdalayıb və zəbt edəcəkdilər. Şəkil 5. Pingvinin belinə dolanmış kəmərdəki sağda olan yazı erməni dilində aydınca oxunurmayacaq. Orada demək. Birbaşa şəkil 6. Bunların mənası belədir. Qərbi Azərbaycan artıq bizimdir. Naxçıvan yaxındır. Lütfən buranı da tutacaq. 2. ay fevral 1988-ci il Dağlıq Qarabağ Ermənistana birləşdirmə prosesi başlayacaq. Planlaşdırılmış bir projeleri olub. Dağlıq Qarabağ Ermənistanın birləşməsi prosesinin başlayanda 8 rayonu ətrafında 3 Alban xaç, 3 Pravoslav xaçın əhatəsində təsvir olunmuşdur. Görürsünüz, orada 6 xaça oxşayan şəkillər var. Şəkilin sağ, yuxarı və sol aşağı künclərindəki yaşıl əjdaha göy ayparanı udmağa çalışır. Əjdaha isə Hindistanda Sigmit ştatının simvoludur və orada yaşayan və ölən Daşnak partiyanın liderlərini həyata keçirən Stipan Şahumyandır. Ağ 8 rəqəmi isə hadisələr başlayandan sonra Dağlıq Qarabağın 8 rayonunu işğal olunacağını bildirirdi. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, üstəlik də onların Ağdərə və Xocavənd tutmalıydılar. O 8 rəqəmin ətrafında. Erməni təbiətinə və xislətinə bələd olan Rus çarizmi onlardan daimi bir vasitə kimi istifadə etmiş. 18-ci əsrdən etibarən bu yaltaq, xəyanətkar, hibrid toplumun xidmətlərindən kifayət qədər yaralanmışdılar. Ermənistan özündə vətən yaratmaq ideyasını daşnak verən və dəstək verən Çar hökuməti əzəli Türk torpaqlarında məskunlaşdırılmaq üçün hayları dövlət yaratmaq ciddi dəstək vermişdir. Biz inşallah gələcək verilişlərdə Armeniya, Armənstva İHA'yı, yəni ki, niyə bizim Qərbi Azərbaycana Hayastan deyirlər? Onu da biz sonra geniş bir məlumat çatdırarıq ki, bilsinlər tarixi ki, bunlar niyə Qərbi Azərbaycana köçürüləndən sonra oranın adını qoydular Hayastan və heç bir dəfə özlərinə demirlər Armenes Turkes. Soruşurlar Hayes, hey Turk. Bizim Azərbaycanlılar bu son zamanlar bir dənə Azərbaycanlı taksislə gedirdim yolda, gördüm ki bunun ləhcəsi ya erməni yoxdur, ya Azərbaycanlıya. Soruşdum buna ki siz ermənisiz yoxsa Azərbaycanlı, bu dedi
Hay, Turkes yox, Turk M. Yəni ki, mən Türkəm, ancaq Turkes deyəndə deyir, sən Türksən. Onlar soruşurlar, hayız te Turk. Yəni ki, sən Türksən, vatanın var, torpağın var, hər yerin var, adın, soyun, kökün. Haysansa, sən qaraçısan, sən tsiqansan və Hindistanın kasta sistemində olan ən aşağı kastalardan biri Şudrevitisi, Dravidi, onlardandılar da. Və bunların dili də, bax, onların birinci köçü gəlib Leninakan, Ağbaba, Amasya rayonuna. Orada da onların dili Hindistandan gəlmiş Hindu dilinə oxşuyur. Və Dədə Qorqud dastanında o kəndlər çəkilir adı. Bayandur, Cızıqlar Bayandur kəndləri 88-ci ilə qədər o adlar çəkilir Ağbaba rayonunda. İndi davam eləyək. Beləliklə, Azərbaycan qərbi torpaqlarında dövlət yaradan Rusiya onu haylara peşkəş edərək həm onların könlünü almış, həm də Türkiyə ilə Azərbaycan arasında bufer buna yarada bilmişdir. Ötən əsrin əvvəllərindən yaranan qondarma dövlət SSR imperiyasının tərkibində kifayət qədər inkişaf etdikdən Azərbaycanlıların hesabına sonra haylar daha böyük ərazi iddiaları yenidən qəbərtdilər və bu işə Stepan Şahumyanın rolu böyük olmuşdur. Oxucularıma da onu da deyim ki, 26 Bakı komissarların başçısı Stepan Şahumyan 70-ci illərdə dövlət bizim Azərbaycana gəlmişdir və onun sağ olması və Hindistandan Daşnak Partiyanı idarə etməsi Çeçerinin notası Niderland dövlətinə səfiri Udenzika 19 sentyabr 1918-ci ildə Petrograddan telegrama göndərmiş, sənəddə tələb olunur. Bakıdan İngilislərlə qaçmış Şahumyan, Çaparidze, Petrov, Litvinov Sovet dövlətinə qaytarılmalıdır. Və 1918-ci ildə Mart qırğınında törədilmiş 7.000, ancaq sonra mən araşdırdım, 11.000 Azərbaycanlı, 3.000 də Bolşevik və ermənilər öldürülmüşdür. Stepan Şahumyan Bakıdan qaçanda bagajında 80.000 qızıl rubl olmuşdur. Dokument Внешней политики СССР 1957 il səhifə 489. Bu faktdır ki, dünyaya Ruslar, ermənilər Stepan Şahumyanı ölmüş qəhrəman kimi verirlər. Ancaq sənədlərdə göstərilir ki, bəli, o sağ olub, qaçıb İngiltərəyə, oradan da Hindistanda yaşayıb və 70-ci illərdə gəlib Bakıya öz heykəlinin açılışında iştirak eləyəndə deyibdir. Mən bu türkləri öldürürəm, bunlar mənə heykəl qoyur. Görün də, hə. Yəni ki, bunu mən istəyirəm deyəm ki, Şahumyan 20-ci əsrin 70-ci illərdə Bakıda da olmuşdur. Və Hindu, Yahudi, Fars, Türk, Qaraçı, hibrid toplumun, hayların başçısı dondurma kağızın yaşıl əjdaha ayparanı udan kimi təsvir olunmuşdur. İndi bax o kağızda, dondurma kağızında yaşıl əjdahadır. Ayparanı da bəli, udur. Və onun adından küçələr qoydular və o heç bir dəfə
Calaloğlu da olmayıb. Calaloğlu'nun adını dəyişib Stepanavan qoydular və Yerevan kinoteatrın arxasında Stepan Şahumyanın adına muzey var. Rayon aksaqqalların dediyinə görə Stepan Şahumyan heç bir dəfə orada olmamış. Arvadının valideynləri Qaxtaqanlar, yəni ki, xaricdən gələn ermənilər olmuşlar. Ona görə də biz bilməliyik, Azərbaycanlıların qanını tökən millətlərə, insanlara yurt yuvasından didərgin salan Stepan Şahumyanın adı Qarabağ gözəl güşəsi olan Xan kəndinin adını dəyişib qoydular Stepanakert. Sual yaranır. Kim qoydu Stepanakert və niyə qoydular Stepanakert? Stepan Şahumyan 18-ci ildə sağ idi. Necə olardı ki, Xan kəndi çevrilə Stepanakert və növbəti verilişlərdə biz bu barədə yenidən danışarıq. Ona görə ki... Sənvər xanım, çünki siz çox şeylər bilirsiniz və bunu cəmiyyət bilməlidir, bu tarixdə qalmalıdır. Məndən öncə də çəkilişlər olur, götürürlər, amma maşallah həqiqətən də canlı tarixsiz, siz bizim tarix kitabımızsınız. Ona görə silsilə şəklində gedəcək. Amma mən istəyərdim burada əsas məqamlara toxunum. Siz danışanda bir şey eşitdim. Qismət Qayıbov, sizin alnınızdan öpdüyü o anlar, o sözləri, onları istəyərdim bir daha təkrar edəsiniz. Hə, mən Stepan Şahumyanla bitirim sözümü. Demək, 1975-ci ildə Indira Gandhi gəlir Moskvaya. Moskvadan qaydanda Yerevandan uçur Delhiyə, New Delhiyə. Və orada bu erməni keşişlərlə Indira Gandhi görüşür. Görüşəndə deyir ki, dünyanın ən varlı ermənisi Stepan Şahumyan'a nəzərdə durur. Deyir ki, o öz varidətini Azərbaycandan uğurlanmış 80.000 qızıl pulu bəli veribdi, bir vəsiyyət eləyibdi erməni kilsəsi etməyəcinə. 3 minarətə. 3 minarətdə 3 söz Azərbaycan sözüdür, 3 Mulaviyyədə. Və Indira Gandhi deyir, biz bugün o pulları, Şahumyana vəsiyyət etdiyi pulları sizə versək, Hindistan ekonomikası çökər. Ona görə də Indira Gandhi Ermənistan dövləti ilə 75-ci ildə kontrakt bağlayır ki, 25 il ərzində o pullar Hindistandan köçürülməlidir Ermənistana içməyəcinə. İçməyəcini mən deyim, biraz tarixi faktdır. 1431-41-ci illərdə Yaqub Paşa Ağqoyunlu içməyəcini satır 525 dinara Kilikiyadan olan tacir Mersesə və həmən dövrdə, yəni ki, bu ermənilərin bizə qarşı olan nifrəti daha artır və içməyəcinin, yəni ki, 3 minarətin ətrafında yığılan ermənilər bizim Azərbaycan torpaqlarına yəni ki, göz tikilər. O da aydındır ki, 2 cümlə deyim də, Azərbaycan yer kürəsində insan resursları və məkandır. Və ən vacib də İrəvan adı Ravan. Ravan kim olubdu? Ravan. Sonra İrəvan, sonra Erivan quberniyası, sonra 1936-cı ildə adını dəyişdilər Yerevan. Yerevan da yenidən türk sözüdür. Yer, yerim, yer, yeriyən, yer kürəsi. Bunlar dəyişdilər, adını qoydular Yerevan. Yəni ki, tarixdən bir belə bəsindir. O qaldı ki, İsmət Qayıbov, bircə İsmət Qayıbov yox, Tofiq İsmailov, Vəli Məmmədov.
Osmanov, İsmat Qayıbov, Anar müəllim indi sağdır, Yazıçılar İttifaqının sədri. Sonra Ala Mustafayev, könlümdən bir dəli ağlamaq keçir. Bajenov jurnalist, Cəhəngir Nəcəfov Qafarovanın sovetniki. Onlar Moskvada növbədən kənar sessiyada çıxış eləyəndə İgityan dedi ki, bu Sumqayıtda soyqırım olub və bizimkilər də heç nə demədilər. Mən də getdim o sessiyanın yerində oturanlara, dedim ki, Azərbaycanlılara dedim, siz niyə Qərbi Azərbaycanda olan soyqırımlardan danışmırsınız? Onda Püstə xanım Əzbəyeva da oradaydı. Dedi ki, Sənubər xanım, Ermənistandan gələnlərin çoxu işlə təmin olub, evlərini, eşlərini dəyişiblər, hər şeyini gətiriblər. Mən özümdən asılı olmayaraq Püstə xanımın döşündən tutdum və dedim, Püstə xanım neçənci mərtəbədə yaşırsa, dedi, Qasteniçan 9-cu mərtəbədə. Mən dedim, sizi o 9-cu mərtəbədən ataram. Siz dedim, mənim gözümün gördüyü ölənlərin siyahını mən yazmışam, siz nə danışırsınız? Və onda rəhmətli Tofiq İsmailov yaxınlaşdı, mənim əllərimdən tutduğu gün Püstə xanımın döşünü mən buraxdım. Onda mən çox agresiv qadın idim. O momentdə İsmət Qayıbov da yaxınlaşdı. Tofiq İsmailovun arvadı, oğlu oradaydılar. Sonra Cəhəngir Nəcəfov da yaxınlaşdı və dedilər ki, Sənubər xanım, səndə varmı? Dedim, ölənlərin siyahı məndə var. Bir gündə 64 nəfər Azərbaycanlı öldürüblər Qərbi Azərbaycanda. Bəs necə? Mən də dedim ki, mən Qazağı, anamla bacımı keçirəndə sərhədi, orada bildilər ki, mən rus dilində bilirəm və erməni dilini də bilirəm. Azərbaycan dilində də danışırdım, öz ləhcəmlə. Onda dedim ki, Murad Aşurov Qazağın icra hakimiyyəti idi. Bəkir Eyübov da onun köməkçisi idi. Mənə dedilər ki, Sənubər xanım, qal, bu Azərbaycanlılar rus dilində bilmirlər, rus da Azərbaycan dilində bilmir. KGB-şniklar idi. Ondan ölənlərin siyahını yazırdı. Mən də kömək elədim. Mən də kömək eləndə 3-4 nəfər var idi. O 3-4 nəfər tərcümələr elədilər və mənim xəttim Rus KGB-şnikinin xoşuna gəldi. Dedi, bu qızın xətti gözəl xətti, verin o bir ümumi siyah yazsın. O 4-5 qaralama kağızları mənə verdilər. Mən o siyahı yazanda bitirdim yazını, dedilər ki, qaralamaları cır. Mən qaralamaları cırmadım. Mən onu qoynuma qoydum. Qoynuma qoydum ki, o tökülən qanların haqqını mən bunlardan alacağım, ermənilərdən və heç kimi bağışlamayacağım. Günahsız insanların qanını tökdülər. Onda çox şeylər bilmirdim. Prosto o qeyrət məndə oyandı və qorxmayaraq o kağızları qoynumda gizlədəndə keçmişdi 1 il yarım. Mən Moskvada Tofiq İsmailova deyəndə İsmət Qayıbov yaxınlaşıb mənim alnımdan öpdü və dedi ki, Sənubər xanım, sən bu qışın ortasında, noyabrın 27-28 idi, parlaq günəş kimi gəldin, bizə silah verdi. Həmin o yazdığım mənim qaralamaları oldu 70 nəfər, özləri də neçə nəfər kömək elədilər, 70 nəfər və 1000 nüsxə Azərbaycan səfirliyində oturdum. Tofiq İsmailov dedi, Sənubər xanıma şərait yaradım, qoy yazdı. O 70 nəfərin adını mən yazdım, 1000 nüsxə çap elədik və bütün deputatlara paylandı. Bütün deputatların stolun üstündə mənim
yazımla Olje Süleymanov çıxış elədi. Orada mən yazmışdım. Azerbaycanka беженка, жестоко изгнана из родного дома, бесчеловечно уволена с работы Sanüber Məhəmməd qızı Abdullayeва подтверждает, что Ermənistanda soykırımlar olubdu. Mən biraz qabaq sizə dedim də, Yüzbaşyan, Ermənistanın KGB-nin sədri demişdi, bir nəfər də adam sağ keçməməlidir Azərbaycana ki, onları oyatsın. O dövrdə də nə Bakıya, nə Mingəçevirə, nə Gəncəyə şəhərlərə getmək, qaçqınları qoymurdular. Onda da demək Sumqayıta gedən, Sumqayıtda olan hadisələrdə dedim də 81-ci ildən hazırlanırdılar axır bunlar. Demək, onda artıq fevralın 14-də, 15-də Ermənistandan gəlmiş operatorları demək Sumqayıtın damlarında yerləşdirilmişdilər ki, hadisələri özləri törədəcək, özləri də çəkib dünyaya yaysın və Azərbaycanı bir vəhşi millət kimi, mən nə bilim, nə. Onda mən onda mən getdim Sumqayıta, bir dənə demək, Sevil adlı cəmiyyət var idi. Orada Elmira Nuriyeva idi. Elmira Nuriyeva, mən onunla görüşdüm, dedim burada Sumqayıtda Ermənistandan gələn insanlar varmı? Ölənlərin siyahını hələ dəqiqləşdirməmişdim. Elmira xanım dedi ki, Sumqayıtda Sənübər xanım, birinci mərtəbədə erməni yaşayırdı, ona toxunmadılar. Ancaq 4-cü mərtəbədə Meclumyan bacıları Edvard Grigoryan çıxıb onların evinə 4-cü mərtəbədə o iki bacısını da başına oyunlar açıbdı. Və çox maraqlıdır. Bu Edvard Grigoryanı kim hazırlamışdı? Buna hardan o siyahlar var idi ki, kim pul ödəyib bunların təşkilatlarına, terrorçulara, onlara toxunmurdular. Ancaq kim ödəməyib pul, kim istəməyibdi də o işlərdə iştirak eləyə, onların başına oyunlar açırdılar. Kim? Edvard Grigoryan 3 dəfə məhkəmə olunmuş, öz qardaşıyla terrorçularla bir, orada da Azərbaycanlılar, demək, Ermənistandan qaçmış Azərbaycanlılar da qoşulurlar buna. Bu da onlara narkotik verir və sonra bunları həbs eləyəndə Meclumyan qadın yaxınlaşır, həmən Edvard Grigoryanı göstərir. Deyir, bu mənim başıma oyun açdı. O Edvard Grigoryan deyir, yox, bacı, mən erməniyəm, mən sənə toxuna bilməzdim. Ancaq deyir, sənin qolunda tatuaj şəkili var, yazılıdır Rima mı? Həqiqi onun qolunu açırlar, baxırlar, elə bir şey var və qızın həmən Meclumyanın demək ifadəsindən tuturlar. Bunu tuturlar Aslan İsmailov, bizim Azərbaycanlı yurist, advokat, Azərbaycanlı Əhmədliyə edam verir. Edvard Grigoryanı gətirib Moskvanın ətrafında məhkəmə eləyirlər. 7 il verirlər, 7 ildən 5 il oturur. 5 ildən sonra da gedir Moskvadan, demək, Polad Bülbüloğlu ona viza verir, gedir Fransa. İndi Fransada yaşayır. Necə bunu başa düşəsən? Polad Bülbüloğlu mu? Bəli, Polad Bülbüloğlu Edvard Grigoryana, terrorçuya Sumqayıtı törətdi. Ancaq bunu mən hardan bildim ki, bunlar demək Sumqayıtın damlarında operatorlar göndəriblər. Bir dənə Azərbaycanlı Robert Arakelov, arvadı Azərbaycanlı. Bu bir müddət qaçır, gedir Stepanakertə, Xankəndiyə. Orada qalır. Qorxur da ermənidir.
Sonra bu radyoda kimsə danışanda bu Robert Arakelov deyir, bu kimdir ki siz bunu belə diqqətlə qulaq asırsınız? Bunun naçalniki deyir ki, bu o adamdır ki Sumqayıta törətdi. Artaşez Gabrielyan. Bunu bizim Aslan İsmailov bilmirdi. Ha? Mən onu soruşuram da Aslan İsmailovdan. Və deyirəm, necə oldu ki, Azərbaycanlı edəm verirsiniz, ancaq Edvard Qriqoryana 7 il iş verirsiniz ki, o həm adam öldürmüşdü, həm öz ermənilərin başına oyunlar açmışdı. Bax, haqq buradadır. Haqq yolda olanlar öz cəzalarını alacaqlar. Həmən o Robert Arakelovun deməyinlə onun kitabında mən oxudum ki, Artaşez Gabrielyan təşkil eləmişdi Sumqayıt hadisələri. Fevralın 15-dən artıq damlarda erməni operatorlar var idi. Burada xalq nə biləydi? Kameralarını birləşdirib və o hadisəni, vəhşi hadisəni törətdilər ki, Azərbaycanın adını, öz adlarını qoysun. Bəli, bəli. Ancaq bunu da bir şey deyim. Silva Kapudikyan birinci dəfə o miyaçum sözü dondurmanın üstündə var. Stepanakirtdə aktrisa Janna Galastyan dedi ki, miyaçum, miyaçum, miyaçum. Həmən sözü də Yerevanda mən erməni Qarabağ ləhcəsindən istifadə edib ora gedib qaydanda, onda Silva Kapudikyan çıxışında dedi ki, lazım olarsa biz özümüzünkiləri öldürərik. Təki Azərbaycanı terrorçu kimi, vəhşi millət kimi tanısınlar. Məqsədləri bu olur. Məqsədləri bu olub dənizdən dənizə Ermənistan yaratmaq üçün. Onu da hələ 1986-87-ci illərdə Eçməcindən Vazgen ikinci gəlib Noyemberyan rayonunda baxanda nə gözəl yerlərdir. Bura deyir Ermənistanın Las Vegas'ıdır, Miami'sidir. Türkiyəli buradan çıxartmaq lazımdır, qovmaq lazımdır. Və Sevinç xanım o dövrdə, yəni ki bizi oradan qovan dövrdə nə biz bilirdik nələr olur, nə də telekanallar deyirdi. Azərbaycanda, Daşkentdə, Yerevanda və Xan kəndində bu işlər gedirdi və 40 təşkilat var idi, terror təşkilatı var idi ki, İran sərhədindən keçirdilər Ermənistana, Eçməcinə. Terror təşkilatı var idi, demək. Çox təşkilatlar var idi, mən yazmışam onların adını, ondan da danışacaq. İstəyirəm deyim ki, biz Azərbaycanlılar, Azərbaycan Türkiyə Ermənistanda olanda artıq bunlar hazır idilər. Həm silahları var idi, həm 40-a yaxın erməni terror təşkilatları Azərbaycanın 172 kəndinə hücumlar edirdilər. Və ən ağrılı məsələlərdən biri də odur ki, zəlzələ olmasaydı, soyqırımlar daha dəhşətli olacaqdı Azərbaycanlılara qarşı. Zəlzələ oldu ki, insanların çoxu qaça bildilər, çıxa bildilər. Kimsə bacardı öz töyüğünü, cücəsini, süpürgəsini gətirə, kimsə dağlarla, meşələrlə bir sutkada qarın üstündə ölə-ölə, yıxıla-yıxıla çatırdılar sərhəd zonalara. Bu ayrı temadır. Bunu da sonra mən böyük məmnuniyyətlə danışaram, suallarınıza cavab verərəm. Bax belə. Bəli, bəli. Biz silsilə çəkilişlərimizi sizinlə davam edəcəyik. Yenə deyirəm, siz bizim canlı tariximizsiniz xanım. Sizin danışdıqlarınızın hamısını lentə alırıq. Mütləq bizim gələcək nəsil də, indiki nəsillə bərabər onlar da sizi tanısın və bu tarixləri bilsin ki, bir daha ermənilər, o terroristlər, hiləgərlər belə planlı şəkildə
insanlarımızı məhv etməsilər. Şəxsən bir Azərbaycan vətəndaşı olaraq mən sizə sonsuz təşəkkür edirəm ki, siz bizim, yəni sizin sayənizdə bilirik biz orada ölənlərin siyasını gətirmişsiniz. Yəni öz həyatınızı belə təhlükəyə qoyaraq, öz övladınızın belə həyatını təhlükəyə qoyaraq siz bunları etmişsiniz həqiqətən də. Yəni qarşınızda baş əyləsi canlı tarixinizsiniz, qəhrəmanımızsınız. Mən çox istəyərəm ki, sizin kimi insanlarımızın gələcəkdə Bakının mərkəzində belə heykəlləri qoyulsun və gələcək nəslimiz bunu bilsin. Bu mütləqdir və kitablarınız o qədər satışlarda Azərbaycanda, Bakıda rahat şəkildə olsun ki, insanlar ala bilsin, oxuya bilsin. Hətta dərsliyinizə daxil etsinlər bunu. Bunlar çox vacib amillərdir, önəmlidir bunlar. Və ümid edirəm ki, gələcək olacaq. Mən bir şey də istəyirəm deyəm. Mənim yaşadığım şəhərdən bizim Azərbaycanlı ailədən köçdülər, getdilər Bakıya və orada uşaq 6-cı sınıfı burada bitirəndə Rus məktəbini orada yenidən istəyirdilər 6-cı sınıfda oturdalar. Uşaq inciyibdi, deyibdi, yox, mən axır 7-ci sınıfa getməliyəm. Anası məktəbin direktoruyla danışana qədər uşaq gedir, məktəbin qırmızı güşəsi olur. Orada bir də baxır, görür ki, mənim şəkilimlə orada demək, Qərbi Azərbaycanın işğalının 10 illiyi göstərmişəm. O mənim birinci işim olubdu və gəlir deyir, mama, Sənubər xalanın həm şəkili, həm kitabları orada qırmızı güşədə var. Bu da necə oldu? Mən Azərbaycana gedəndə demək, o bir əsər yaratdım. Vizualni şəkildə insanlar görsünlər ki, kim qaçır, hardan, necə və Bakı tərəfə gəlir, xəridədir. Onu da demək, bir dənə gənc rəssam qız tapdım, ona xahiş elədim, o şəkilləri çəkdi. Sonra nəşriyyatda getdim, o şəkil, o çap eləyəndə hardasa 100 nüsxə biraz bıraq çıxmışdı. Onu qoydum, nəşriyyatda qaldı, özüm yaxşılarını götürdüm, gəldim burada Rusiyada payladım. Onu 3 dildə çap elətdirdim. Rus, Azərbaycan, İngilis dillərində. Və Azərbaycan versiyası qaldı Azərbaycanda. Bir dənə Azərbaycanlı kişi gedir nəşriyyata, mənim o bıraq qaldığı şəkilləri götürür, ramqalara qoyur və aparır Azərbaycanın 100 məktəbində 50 manata satır. Mən şubamı satdım ki, o xərdəni çap eləyir. Bu kişi də götürür Azərbaycan, mən ona qarşı heç nəyim olmadı. İrad bildirmədim. Pis iş görməyib, özünə pul qazanıbdı da. Günah məndədir. Mən onları da götürməliydim. Ancaq Azərbaycanın 100 məktəbində həmən o şəkildən ramkalarda var. Bizim gələcək nəsillər, tələbələrimiz, gənclərimiz qoy bilsinlər öz tarixlərini. Deyib, keçmişini bilməyən millətin gələcəyi olmur. Ona görə də mən Sevinç xanım istəyirəm ki, sizin vasitəçiliyinizlə, ABA media ilə, Xalq Parlamentində bir deputat kimi 7000-ə yaxın mənə insanlar səs veriblər və mən onlara buradan salam göndərirəm. Sizə də təşəkkür bildirirəm ki, mənə imkan yaratdınız talihimdən, xatirələrimdən, Azərbaycan xalqın tarixindən, mədəniyyətindən sizlərə çatdırdım. Çox sağ olun. Siz sağ olun Sənubər xanım. Borcumuzdur. Sizin kimi canlı tarixlərimiz, biz onları işıqlandırmalıyıq, danışmalıdırlar və bunlar bir gün hamısı bizim dərstliyimizə keçməlidir. Biz sizə təşəkkür edirik. Tamaşaçılarımıza da buyururuq ki, izləyin, davamlı olacaq. Hələ Sənubər xanım Azərbaycanın gözəl tarixini çox işıqlandıracaq sizlərin vasitəsilə. Təşəkkür edirəm Sənubər xanım. Sağ olun. Allah amanında. Qoy xalqım yaşasın. Bəli, növbəti görüşlərə dək. Sağ olun, əziz tamaşaçılar. Sağ olun.